Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz tələbələr. Bu video izahda noyabrın 16-da magistratura az kursunun keçirdiyi mövzu sınağı 2 imtahanının informatika fənni üzrə sualların izahına baxacağıq. Deməli, başlayaq birinci sualdan. 21-ci sualda bizə deyir ki, Unicode kodlaşdırma sistemində verilmiş bu cəmi ASCII kodlaşdırma sistemində neçə kilobaytdır? Əvvəlcə ölçü baytlarını yadımıza salaq. Ən kiçik ölçü baytı bit, bitdən sonra gələn əsas ölçü baytı byte, ondan sonra kilobayt, megabayt və gigabayt. Biz demişik ki, bit və byte arasındakı məsafə 200 qədər artım və azalma olmuş olacaq, yəni keçidlərdə. Yerdə qalan digərləri arasında isə həmişə standart ölçü baytı olan 210 qədər artım və azalma olmuş olacaqdır. Və burada bizə ölçü baytlarını müxtəlif verdiyinə görə və cəmini dediyinə görə, ona görə biz bu ölçü baytların hamısını eyniləşdirməliyik. Yəni birinci megabaytı gətirməliyik kilobayta. Megabaytdan kilobayta gəlməkdən ötürü böyük ölçü baytından kiçik ölçü baytına keçdiyimə görə aradakı məsafəyə vururam. Yəni 2-ni vururam 1024-ə, alıram 2048 kilobayt. Sonra digər müxtəlif olan 3072 baytdır ki, onu da mən kilobayta çevirməkdən ötürü isə indi kiçik ölçü baytından böyük ölçü baytına gəlirik. Bu zaman isə bölməliyik. Yenə də standart ölçü baytı olan 1024-ə, yəni 210-a. 1024-ə böləsi olsaq, bunu da tapacağıq 100 kilobayt. İndi toplamanı yerinə yetirə bilərik. 2 megabaytı tapdıq, 2048 bayt, daha doğrusu kilobayt. Aralarında ölçü baytları arasında bir durğu işarəsi verilmirsə də, bu zaman toplama götürməliyik. Toplayırıq 1023 kilobaytla və bir də üzərinə gəlsin 3072 bayt da elədi 3 kilobayt və cəmi toplayıram 3074 kilobayt tapmış oluram. Deməli doğru cavabım olacaqdır A variantı. Niyə görə? Çünki Unicode kodlaşdırmasında biz bir simvola 2 bayt olaraq baxırıq. Məsələdə bizə simvol adını çəkmir. ASCII kodlaşdırmasında da bir simvola biz 1 bayt olaraq baxmış oluruq. Bu məsələlərdə sadəcə simvol sözünü işlədərsə, desəydi məsələn Unicode-da kodlaşdırılmış bir simvolun həcmi ASCII-də kodlaşdırılmış neçə simvolun həcminə bərabərdir? Hə, bu zaman 2-yə bölərdim. Yəni burada əgər bu həcmi faili, daha doğrusu bu ölçü baytı ilə toplamış cəmi 2-yə bölüb 1537 yazırsınızsa, bu yanlışdır. Çünki ölçü baytlarının toplanmasının və yaxud da ki, standart ölçü baytlarının arasında olan məsafə, bunlar Unicode və ASCII-yə fərqi yoxdur. Biz sadəcə ASCII və Unicode-un fərqini ancaq simvol məsələlərində demiş oluruq. Növbəti 22-ci sualda bizə deyir ki, şəbəkənin normal işini dəstəkləyən şirkət necə adlanmış olur? Burada cavabı götürürük. Doğru variant olaraq şəbəkənin operatoru. Provider götürəsi olsaz, provider xidməti təklif edən şirkətdir. Yəni təklif edən, işini normal dəstəkləyən şirkət yox. Modem deyəsi olsaq, modem çevirici qurğudur və yaxud da kompüterləri qlobal şəbəkəyə qoşmaq üçün istifadə olunan əsas avadanlıqlardan biridir və sairə digər formatda deyə bilərsiniz, analoq rəqəmsala çevirən qurğudur. Amma bu tərifi deyə bilmərik. WW internet xidmətidir, həm də ilk yaranmış brauzer proqramı olaraq götürə bilirik. ATS isə avtomat telefon stansiyası deməkdir. Yəni açılışı bu şəkildə gəlmiş olacaq. Köhnə telefon xətlərinin idarə edən bir avtomatik idarə edən belə deyək stansiyadır. Yəni bunun bu tarif tələqəsi yoxdur. Ona görə doğru variantımız olur D variantı. 23-cü sualda isə bizə deyir ki, 20 ədəd arasında ən kiçiyinin tapılması üçün optimal üsul alqoritmin hansı strukturuna aiddir? Əvvəlcə alqoritmin 3 tipik strukturu var. Xətti, budaqlanan və dövrü. Yəni B və Y variantını birlikdə çıxardırıq, çünki bunlar onun xassələridir. Xətti strukturlu alqoritmdə demişik ki, əməliyyatlar bir-birinin ardında ardıcıl şəkildə yerinə yetirilməlidir. Yəni bu 20 ədəd arasında ən böyük ən kiçiyin tapılmağı kimi suallarda müqayisə olduğuna görə ona görə xətti ümumiyyətlə deyil. Ya budaqlanan ola bilər, ya dövr ola bilər. Əgər şərtdə bizə 2 və 3 ədəd arasında böyüyün kiçiyin tapılmağının optimal üsulu deyəsi olsa, onu da budaqlanan götürəcəm. Yox, əgər 4 və ondan yuxarı böyük ədədlər üçün nə desə, o zaman isə dövrü strukturlu alqoritmi götürəcəm. Yəni ki, çünki burada 4-dən artıq ədədi müqayisə eləyə zaman böyük kiçiyin tapılmasında bir daha geriyə qayıtma olacaq deyə və bu geriyə qayıtma isə dövrü strukturlu alqoritmdə olur. Ona görə qayda olaraq belə yadda saxlasaq daha yaxşı olmuş olar. Deməli doğru cavabımız olacaq 23-də C variantı. 24-də isə bizə deyirdi ki, kilobaytın 4də 1 hissəsindən ibarət məlumatda neçə bit informasiya var. Biraz əvvəl ölçü baytlarını yazdıqda 1 kilobaytdan biz bitə gəlməkdən ötürü 213 qədər geri getmiş olacaqdıq. Yəni 1 kilobaytım 213 bitə bərabər idi.
Bəs yaxşı, mənə deyir ki, 4də 1 kilobaytda olan məlumatda neçə bit informasiya var? Sadə elə tənasüblə belə həll etmək olar. Buradan da qarşılıqlı burası olsaq, 2 üstü 13 vurulsun. Bunu 1 bölünsün, 2 üstü şişə içində də yaza bilərik. Həmçinin 2 üstü mənfi şişə içində yaza bilərik. Heç bir sıxıntı yoxdur. Və bunlardan ixtisarlarımızı aparası olsaq, qalacaq burada 2 üstü 11. Yəni 2048 bit ifadəsi. Deməli, burada da doğru variantımız olacaq C variantı. Daha sonrasında 25-ci sualda bizə deyir ki, 2 megabitimiz neçə kilobayt anlayışına bərabərdir? Biz biraz əvvəl ölçü baytlarını yazanda bitdən bayta, sonra baytdan kilobayta, kilobaytdan megabayta, ondan sonra isə gigabayt anlayışına gələndə. Fikir verirsinizsə sonu hamısı byte-la bitir. Bir dənə burada ən kiçik ölçü baytı bit olduğuna görə bunu da yazmışıq. Və demişik ki, bir dənə bunlar arasındakı məsafə 2 üstü 3 qədərdir. Yerdə qalanlar arasındakı məsafə 2 üstü 10 qədərdir. Məsələn, deyəndə ki, 1 kilobaytım neçə bayta bərabərdir? Deyirik 2 üstü 10 bayta bərabərdir. Bu yazılış sanki necədir? Bu da baytdır, bu da baytdır. Bu sözü olduğu kimi gətirib arxasında yazmışıq. Çoğunun standartı informatikadan 2 üstü 10 olduğuna görə gətirib yazırıq 2 üstü 10-u. İndi bu yazılış ardıcıllığını mən dəyişib bu şəkildə yazası olsam, deməli yenə də heç bir dəyişiklik olmayacaq. Bit, kilobit, megabit anlayışı və gigabit anlayışı. Sanki ortadan bir dənə baytı çıxartmışam. Baytı çıxartmışamsa, deməli hamısı 210 qədərdir. Daha doğrusu bitlə bitirsə də, deməli hamısı 210 qədər artmış, azalmış olacaq. Və yenə də baxası olsaq ki, 1 kilobitim neçə bitə bərabərdir desə, indi yenə də eyni ardıcıllıqdır. Bit sözü olduğu kimi qalıb, bunu gətirib arxasına yazıram. Çoğunun standart informatikadan 210-dur, bunu da gətirib olduğu kimi yazıram. Baxın, dəyişən sadəcə ortadan bir dənə baytların çıxarılması və ifadələrin hamısının bitlə yazılışı deməkdir. Yəni ölçü baytları yenə də olduğu kimi qalır. İndi mənə desə ki, 2 megabiti neçə kilobayta bərabərdir? 2-ni saxlayaq olduğu kimi, yəni 2 vurulsun yazaq. Megabitlə kilobayt arasındakı bir dənə keçidə baxası olsaq, baxın görürsünüz bitdən bayta gəlibdir, meqadan isə kiloya gəlibdir. Deməli, ardıcıl şəkildə yerinə yetirirəm. Meqadan kiloya gəlməkdən ötürü, baxın bütün ölçü baytlərində burada da olsun, burada da olsun. Mega ilə kilo arasındakı 200 ton qədər məsafə var. Deməli, meqadan kiloya gəlməkdən ötürü 200 tona vururam. Amma bitdən də bayta gəlməlidir. Bitdən bayta gələndə isə kiçik ölçü baytdan böyük ölçü baytına keçəndə isə burada isə bölürəm. Bitlə bayt arasındakı məsafə də 200 üstü olduğuna görə, deməli burada da bölürəm 200 üstü. Yəni 200 üstü 10, 2 vurulsun 200 üstü 10, bölünsün 200 üstü. Bunun üzərində 1 var. Deməli 200 üstü 11-i bölməliyəm 200 üstə. Bunlar da ixtisarcılar olsa qalacaq 208, yəni 256 kilobayt ifadəsi. Deməli doğru variantı nə olacaqdır? C variantı. Sonra 26-cı sualda bizə doğru yazılmış mak ünvanlarını istəyir. Doğru yazılmış mak ünvanlar dediyinə görə mak ünvanlar həmişə 16-lıq say sistemində təsvir olunmuş olacaq. Və 16-lıq say sistemin əsasını 0-dan 9-a rəqəm, A-dan F-ə isə hərflər təşkil etmiş olur. Daha sonrasında mak ünvanlarda yazılış 6 hissədən, yəni 6 aktivdən ibarət olmalıdır və hər hissədəki ədədlər mütləq şəkildə 2 dənə simvol olmalıdır. Nə 2-dən az, nə də 2-dən çox ola bilməz. Deyə, ona görə A variantından mən nağdı buradan X hərfi var deyə A variantını çıxardıram. Çünki 16-lıq say sistemində A-dan F-ə qədər hərf var. C variantında bu Ş hərfini çıxartmış oluram. D variantında dediyi 6 hissədən ibarət olmalıdır. Amma burada 4 hissə var. Ona görə D variantını çıxardırıq. B variantına baxası olsaq, yenə burada H hərfi var. Bunu da çıxarsaq, elə qalacaqdır E variantı. Həqiqətən də hamısı 6 hissədən ibarətdir. Doğru yazılıb. Hər hissədə 2 qruplaşdırılıb, yəni 2-dən 2 dənə simvol var, 2-dən 2 dənədir və 16-lıq say sistemindədir. Deməli, doğru variantımız olacaqdır E variantı. 27-ci sualda bizə vektorizator proqramları deyir. Bir öyrənmişik raster proqramlarını, vektor proqramlarını və bir də bunlar arasında keçid edən, yəni rasterdən vektora çevirən vektorizator proqramlarını. Bu isə 2 dənədir. Coral Trace proqramı və Adobe Streamline proqramı. Ona görə doğru variantımız olacaq E variantı. Bunlar isə D variantı ilə C variantı. Bunlar 3 ölçülü proqramlara aiddir. Tərkibində Photo, Paint, Pixel sözləri, Pixel kimi sözləri olan demək olar ki, bütün qrafik redaktorların hamısı raster qrafik ailəsine aiddir. Ona görə A variantı rasterə çıxır. B variantı isə praktikal qrafik aid olduğuna görə bunda doğru variantımız qalır E variantı. 28-ci sualda bizdən informasiyanın formalarını istəyir. İnformasiyanın iki əsas forması var. Bunlar da analog və rəqəmsaldır deyə doğru variant götürəcəyik C variantı. Xətti budaqlara isə ümumiyyətlə alqoritm aiddir. Yəni heç bu informasiyanın növləri, formalar arasında isə adı çəkilmir. Yəni bunlar ümumiyyətlə alqoritm mövzusuna aiddir deyə bu ümumiyyətlə digər
variantlardan fərqlənir. 29-cu sualda isə indi bizə mak ünvanların tərsi olan IP ünvanlardan soruşur. IP ünvanlar isə mak ünvanları 16-lıq say sistemində deyirik, amma IP-ni isə deyirik ki, həmişə onluq say sistemində olur. Makda 6 hissədən ibarət idi, amma IP ünvanları deyəcək ki, 4 hissədən ibarətdir və burada artıq hər hissədə olan ədədlər 0-255 aralığında olmalıdır. Yəni 0-255 aralığından belə deyək, 255-i keçə bilməz. İndi deməli məndən ola bilməyənləri istəyirsə də, deməli nağd variantını buradan görə bilirəm ki, elə A variantıdır. Çünki 290 255-i keçib, ona görə də doğru variant deyil. Amma digərləri üzərindən də baxası olsaq ki, həqiqətən də 4 hissədən ibarətdir. Onluq say sistemində yazılıb və 0-255 aralığında ədədlər dəyişmiş olur. Baxın 256-nın özünü yazsa belə ki, o da yanlış olacaq. Ən maksimal ədədim 255 olmalıdır. Ona görə variantım qalır A variantı. Sonra baxaq digər suallara. 30-cu sualda. 30-cu sualda istənilir ki, onluq say sistemində verilmiş 115 ədədi yaddaşda nə qədər yer tutur? Bunu iki üsulla tapmaq olar. Birinci asan üsul. 2, 115 ədədini ikilik say sisteminə çevirməklə. Çünki ikilik say sistemində bir simvolun bir bit tutduğuna görə bunu 2-yə bölə-bölə gedərəm və daha sonrasında isə tapmış olaram ki, neçə dənə 0 və ya birim var. Və bunu 2-yə bölə-bölə gedəsi olsaq, burada ifadənin qiyməti nə qədər eləyər? 57 eləyər, bu da eləyər 114. Misal olaraq bir dənə bölgüsünü göstərim ki, buradan tapacam 1. Sonra yenə 2-yə böləcəm. 57-ni 2-yə böləsi olsaq 56 ilə götürək. 28-i 2-yə böləndə 56, qalğım qalacaq 1. Yenə böləsi olsam 2-yə 14, 28, qalğım 0. Bölsəm 2-yə 7, 14, qalğım 0. Bölsəm 2-yə 3 dəfə 2, 6, qalğım 1. Bölsəm 2-yə 1 dəfə 2, burada da qalğım 1 qalacaqdır. Və bunu biz ikili say sistemindən təsvir eləyəndə deyirdik qismətdən başlayıb düzürük. İndi heç düzməyə ehtiyac yoxdur. Sadəcə bu rəqəmlərin sayını sayacaq. Rəqəmlərin sayını sayası olsaq tapırıq ki, 7 dənə 0, 1 var. Deməli yaddaşda 7 bit yer tutmuş olacaqdır. Yəni bu qayda həmişə keçərlidir. Birinci qayda ikiliyə çevirməklə. Çünki ikilikdə bir simvolum yaddaşda həmişə 1 bit yer tutur. İkinci isə ən optimal üsul isə max bərabərdir 2 üstü n düsturundan hesablamaq. 115 ədədini gətirib maksin yerinə yazası olsaq, 2-nin qüvvətindən bir qiymət tapa bilmirik. Bu zaman aralığa salırıq. 2-nin özünə yaxın ən yaxın kiçik qüvvəti ilə ən yaxın böyük qüvvət arasında. Yəni 115 yerləşir 2 üstü 6 ilə 2 üstü 7 arasında. 64 və 128 arasında. 64-ə qədər gəldikdə 115 ədədi yerləşmədiyinə görə, ona görə mən buradan isə həmişə böyük olan qüvvət götürürəm. Böyük olan qüvvət isə deyirəm ki, n yeni də 7 bitə bərabərdir. Deməli, yenə də variantım gəlir B variantı. Yəni 2 üsul var, 2 üsuldan hansından istəsəz hesablaya bilərsiniz. 31-ci sualda bizə deyir ki, hansı qurğu işli stansiyanı yoğun koaksial kabellə birləşdirir? Bu, olacaqdır transfer. Nazik kabellərlə birləşdirməyi desəydi, onda olacaqdır konnektor qurğusu. Bilirik ki, körpü qurğusudur. Müxtəlif topologiyalı, lakin eyni protokollu kommüterləri birləşdirir. Gate 500 iki müxtəlif kommüter şəbəkəsini və ya iki müxtəlif protokollu kommüterləri birləşdirmiş üçün istifadə olunan qurğudur. Repeater təkrarlayıcı qurğudur, yəni segmentləri birləşdirir. Switch isə çevirici qurğudur. Elə switchin bir növünü burada birinci olaraq qeyd eləmişik. Deməli, doğru variant olacaq 31-də D variantı. 32-ci sualda bizə kommüter qrafikasını sualdır və qrafik redaktorlardan olan təsvirlərin yaddaşda tutduğu yeri istəyəcək. Təsvirin yaddaşda tutduğu yeri tapmaq üçün düstur belədir. Təsvirin eni, vurulsun uzunluğu və vurulsun bit sayıdır. Və biz bu bit sayını müxtəlif üsullarla tapmalıyıq. Bunu mən dərsə də deyirdim ki, bu şəkildə yadda saxlamış olun. Əgər bizə tərtib sözünü işlədəsi olsa və eyni zamanda kadr buferinin dərinliyi sözünü işlədəsi olsa, bu söz elə bitə bərabərdir. Amma bizə desə ki, buradan yazaq ki, rəng çalarları sözlərini, daha sonrasında rəng sözünü və rəng palitrası sözünü işlədərsə də, onda bu üsul isə max bərabərdir 200 denlə biti tapmalıyam. Yəni bu ikisini də deyərsə də bitə bərabər götürüb olduğu kimi gətirib düsturda bitin yerinə yazıram. Amma yox bu üstdən ifadəni işlədirsə deməli max 200 denlə hesablamış olurum. İndi 64 rəngli dediyinə görə artıq rəng sözü varsa deməli max 200 denlə tapırıq ki 64 2-nin qüvvətinə 6-ya bərabərdir. Deməli biti mən gətirib məsələdə 6 bit olaraq qeyd eləmiş olacaq. Bitin yerinə yazırıq. 6 bit təsvirin eni uzunluğu özü verir. 512 vurulsun nə qədər? 256. Və biz buradan yaddaşı tapmalıyıq, görək ki, yaddaş nəyə bərabərdir. Amma bizdən hansı ölçü variantını istəyir? Variantlara baxırıq ki, hamısı kilobaytladır. Deməli, mən bitdən də kilobayta keçməkdən ötürü bunu bölməliyəm 2 üstü 13-ə.
Bölüp davamına yazası olsaq 2 üstü 9, 512, 2 üstü 8, 256 vurulsun 6 ifadəsinə. Bölünsün 2 üstü 13-ə. Yuxarıda toplasaq qüvvətlərini, yəni 17, aşağıda isə 13 var. İxtisar cəzası olsa 2 üstü 4 qalar, yəni 16. 16-nın da 6-ya vurası olsaq, qalacaqdır nə qədər? 16 vurulsun 6, bu da eləyəcək 96 kilobayt. Deməli, cavab variantımız olacaq D variantı. Sonra 33-cü sualda 33-cü sualda bizdən istənilir ki, həcmləri ayrı-ayrılıqda olan bu həcmli faylları 4 kilobaytlıq klasterə yazası olsaq, neçə kilobaytlıq yer tutar? Bu sual isə əməliyyat sistemi mövzusuna aiddir və sektor klaster məsələsinə aiddir. Baxın, yadınızda saxlayın ki, bir klasterə həmişə bir fayl yazmaq olar. Klasterin həcmi də bizə verib 4 kilobaytlıq. Bunu heç bir məsələdə düstur falan istifadə etmədən bəsit bir yolla çəkmək olar. Bu klasterin həcmi 4 kilobaytdır. Birinci gətirib bu faylımı yazıram. 4 kilobaytın 2 kilobaytını doldururuq ki, çünki bizə faylı 2 kilobayt vermişdi. Yerdə qalan bu ikisi boş qalmış olur. Amma bu boşa mən məlumat yaza bilmirəm. Çünki bir klasterə bir fayl yazmış olurum. Deməli, mən bu fayl üçün, 2 kilobaytlıq fayl üçün yaddaşda nə qədər yer ayırmış oldum? 4 kilobaytlıq yer ayırmış oldum. Deməli, bu getdi. Sonra 6 kilobaytlıq faylı yerləşdirmək istəyirəm. 6 kilobaytlıq faylı yerləşmək üçün klasterin həcmi yenə 4 kilobayt olduğuna görə 6 kilobaytın gətirib 4-ünü yazıram. Yerdə neçəsi qalır? İkisi. İkisi qaldığı üçün bir dənə 4 kilobaytlıq klaster gətirəm. Yenə bunun ikisini doldurmuş oluram. Yəni 4-ünü bura, ikisini bura yazmış oluram və cəmi 6 kilobaytı yerləşdirmiş oluram. Bu ikisi boş qalmana baxmayaraq, mən bu ikisini tam götürürəm. Və tam götürəndə deyirəm ki, artıq 6 kilobaytlıq fayl üçün yaddaşda 8 kilobaytlıq yer ayırmış oldum. Növbəti gəlirəm 10 kilobaytlıq faylı. Yenə bir dənə 4 kilobaytlıq klaster seçirəm. 10 kilobaytın 4-ünü yazıram bura. Yerdə qaldı 6-sı. Bunun üçün bir növbəti 4 kilobayt gətirirəm. O 6-sının da 4-ünü yazıram bura. Yerdə qaldı ikisi. Bir dənə 4 kilobaytlıq klaster gətirirəm. Yenə də bu ikisini gətirib yazmış oluram. 4-ün bura, 4-ün bura, ikisini bura yazmış oldum və toplam onu yerləşdirmiş oldum. Bu ikisi boş qalsa belə mən bura yeni məlumat yaza bilmərəm deyə, deməli bu üçünün cəmini götürürəm. Üçün də cəmi nə qədər eləmiş olacaqdır? 12 kilobayt. Və mənə deyir ki, toplam indi nə qədər yaddaşda yer tutar? 4-ü buradaydı, 8-i buradaydı, 12-si buradadır. Deməli, 3-ü bir yerdə yaddaşda 24 kilobaytlıq yer tutmuş olar. Yəni, heç bir düstur, məsələ, bölmə, vurma, bu kimi əməliyyatları yerinə yetirmədən belə məsələ sadə üsulla tapmaq olar. Sonrasında isə 34-cü sualda isə bizə deyir ki, bu ədədi 16-lıq say sistemində göstərin. Buradan baxıram ki, bunlar ikilik say sistemində təsvir edilibdir. Sonrasında ikilikdən onluğa çevirib və çevirməklə də hesablaya bilərik. Yəni, bu məsələni iki üsulla hesablaya bilərik. Birincisi ikilikdə, ikincisi isə onluqda. Baxın, ən bəsit nümunə ki, mən bu ədədlərin hamısını toplayaram və 16-lıq say sisteminə dediyinə görə 16-ya bölə-bölə gedirəm. Yəni, əgər qayda yadınızdan çıxarsa da, ən sadə yolla 256 2-nin qüvvətindən 8, üzərinə gələcəksən 2 üstü 6 2-nin qüvvətindən 64-ü, üzərinə gələcəksən 2 üstü 5 32-ni, sonra üzərinə gələcəksən 2 üstü 4 16, üzərinə gəlirsən 8, üzərinə gəlirsən 2 ifadəsi. Yəni, əgər yadınızdan çıxarsa da ki, bunları toplayırsan, alırsan ifadənin qiymətini 378. Bu 378-i tapmış olacaqsan artıq sən onluq say sistemində. Və bu onluq say sistemindən də 16-lıq say sisteminə keçid üçün 16-ya bölməliyik. Yəni 378 ədədini böləcəyik 16-ya. Bunu da böləsi olsaq 2 dəfə düşər 32, qalğın qalır burada 5. Burada 8 olduğuna görə düşürürəm bunu da aşağıya. 58-i böləsi olsaq nə qədər düşər? 3 dəfə. 48, qalğımız qalar 10 ifadəsi. 10 16-lıq say sistemində yerləşirmi? Bəli, yerləşir. Amma 23 ədədi yerləşirmi? Xeyr. Yerləşmədiyinə görə bir də bölərəm 16-ya. Düşər burada bir dəfə. 16, qalqım isə qalar 7 ifadəsi. Və bunu qismətdən başlayıb düzərəm. 1, 7, amma 10 ədəd olduğuna görə onu birbaşa olaraq 10 şəklində yaza bilmərəm. Onun çünki simvolun qarşılığı var. 1, 7, A formatında. Yəni doğru variant olar E variantı. Bu birinci üsuldur ki, biz nə etdik burada? Gətirdik, topladıq. Toplayandan sonra onluq say sistemindən də 16-lığa çevirməkdən ötürü böldük bunu 16-ya. Yəni ədəd yadından çıxarsa da, böyük ədəd alınsa belə, qəbulda belə bir sual düşəsi olsa, yəni itirmə sualı. Bunları topla, sonra isə yavaş-yavaş bölə-bölə get. Başqa bir üsul isə ikilik say sisteminə çevirib, oradan 16-lığa gətirməklədir. İkilik say sisteminə necə? Baxın, burada elə ədədləri mənə qüvvətlər şəklində toplayır.
İkili say sisteminə çevirməkdən ötürü ən yaxşı üsul, daha doğrusu üsullardan biri ki, burada ən böyük qüvvət neçədir? 8. Deməli, mən ən sadə üsulla 8-dən başlayıram. Ta sıfıra qədər bu rəqəmləri yazıram ardıcıl şəkildə. 4, 3, 2, 1 və 0 ədədi. Yəni, onluq say sisteminə verilmiş ədədi ikili say sisteminə 2-yə bölə-bölə gedib tapa bilərəm və yaxud da ki, 2-nin qüvvətləri şəklinə toplayaraq. 2-nin qüvvətləri şəklinə toplamaq da bu üsuldur. Və buradan ən böyük qüvvət götürürəmsə 8-dir. 8-dən 0-a qədər rəqəmləri ardıcıl yazıram. Bu rəqəmlərdən hansı qüvvətdə görəsi olsam, altından 1 yazıram. Məsələn, 7. Bu qüvvətlər arasında yoxdur, altından 0 yazıram. 6 qüvvətlər arasında var, deməli yazıram 1. 5 qüvvətlər arasında var, yazıram 1. 4 qüvvətlər arasında var, 3 qüvvətlər arasında var. Daha sonrasında isə 2 qüvvətlər arasında yoxdur, 1 var, 0 isə yoxdur. Və bunu da avtomatik olaraq çevirdim ikili say sisteminə. Yəni bu yolla da hesablamaq olardı. İndi ikili say sistemində verilmiş bu ədədi 16-lıq say sisteminə çevirməkdən ötürü isə bir dənə qayda öyrənmişdik ki, bu ədədi təkrar buradan yazaq ki, bunu 16-lıq say sisteminə çevirmək istəyiriksə də bu zaman nə edirdik? Sağdan sola 4-4 ayırırdıq və üzərinə 1, 2, 4, 8 qaydası yazaraq 16-lıq say sisteminə çevirdik. Və yuxarıdaşları aşağıdaşlara vuraraq hesablamanı aparmış olurduq. Yuxarıdaşları aşağıdaşlara burası olsaq ki, buradan yəni 1-i 0-a burası olsaq, alacaq 0 qiyməti. 2-ni 1-ə olsaq 2, bu 0, 8-i 1-ə burası olsaq 8. Toplasaq alacaq 10 qiyməti. Və onun da demişik ki, ifadənin qiyməti A hərfidir. Bu ardıcılığı da 4-4 bölüb üzərinə 1, 2, 4, 8 ədəsi olsaq, yuxarıdakını aşağıdakını vursaq 0, 4, 2, 1. Üçünü isə 1 elə özü eləyəcək. Cəmini toplasam 7 qiymətini almış olacaq. Bunu isə 4-4 böləsi olsaq 1, 2, 4, 8. Sanki bunların altında 0 yazmış oluruq ki, dörtlüyə tamamlamış olaq və bunları da 0-a vursaq 0 eləyəcək. Bu da qalacaq 1 ifadəsi. Yenə də eyni ifadəni almış olduq. Yəni 1, 7 və A ifadəsini. 2 onların ikisindən də eləmək olar. 35-ci sualda isə məsələdə alqoritmdən bizə deyir yerinə yetirməsi nəticəsində y dəyişəni 20 qiyməti alıbdır. Yəni bu 3 dənə əməliyyatı ardıcıl şəkildə hesablayıb, hesaplamanın nəticəsində isə y-ə 20 qiymət alıbdır. Mən indi alqoritm yerinə yetirməsinə qədər x dəyişəninin qiymətini istəyir. Yəni ilkin x istəyir, belə deyək. Nəticə dediyinə görə, deməli ən sonda bu hesablama nə olubsa bunu hesablayıb və buradakı y-in qiymətini tapıb neçə? 20 qiyməti. Alqoritmdə demişik ki, hər bir addım ardıcıl şəkildə yerinə yetirməlidir. Ardıcıl şəkildə yerinə yetirildiyinə görə mən indi buradan əvvələ doğru qalxıram. Yəni 3-cü əməliyyatı tapıram ki, y 20-yə bərabərdir. Yaxşı, buradakı x və y-in qiymətləri necədir? Bunu isə qalxıram 2-ci əməliyyata. Baxın, həmişə ikinci əməliyyatdakı bu dəyişən neçədirsə də, buradakı dəyişənə bərabərdir. Yəni, buradakı x-lər eyni bir-birlərinə bərabərdirlər. Yox, burada y olsaydı ikinci əməliyyatda, ondakı buradakı y-ə bərabər götürərdim. İndi x-lər bərabər olduğuna görə əvəz etmə yolu ilə x-in qiymətini, yəni bu 40 çıxılsın y-i gətirib olduğu kimi yerinə yazıram və davamında da bir dənə də y var, bunu da olduğu kimi yazıram. Bunu mötərizəyə alıram ki, biləsən ki, bu x-in qiymətidir. Sadəcə ikincidən götürdüm, əvəz etməylə gətirib yerinə yazdım. İndi bunu bu tərəfə keçirəndə alırsan mənfi 20, bu ikisini də toplayanda alırsan mənfi 2 y ifadəsini. Y də nəyə bərabərdir? 10 qiymətinə. Tapdın 10 qiymətini. Bax sən 3-cü ilə 2-ci əməliyyatları yerinə yetirdin. Bunun üzərindən xətt çəkirəm ki, da bunlar getdi. Qalıb bir dənə bu birinci əməliyyatın. Y tapmısan, Y tapmısansa deməli bir dənə də Y-in yeri buradır. Yazırsan burada 10 bərabərdir x üzərinə gəlsin 4, 4 də bu tərəfə keçirəsə olsam x-ə neçə tapırsan 6 qiyməti. Deməli bu x-in ilkin qiymətinə olmuş olacaqdır 6 qiyməti. Onu doğru variantımız olacaq A variantı. 36-cı sualda bizə 2 baytla kodlaşdırıla bilən simvolların maksimal sayını istəyir. Maksimal sayı düstur həmişə belədir. Max 2 üstü n düsturu. Buradakı max simvolların sayını, rənglərin sayını deyə bilər. Buradakı n isə amma həmişə bitlərin sayıdır. Yəni maxin ifadəsini dəyişə bilər, amma n-in ifadəsini dəyişə bilməz. N həmişə bitlə ifadə olunur. Deməli burada 2 bayt dediyinə görə birincisi 2 baytı vururam 8-ə ki, çevirim bitə. Bu da nə qədər edəcəkdir? 16 bit eləmiş olacaq. Sonra isə gətirib 2-nin qüvvətinə yerinə yazıram. Deyirəm 216 sayda maksimum simvol əldə edə bilər. Deməli onda doğru variantımız olacaqdır B variantı. Sonra 37-ci suala baxası olsaq, şəbəkə qovşaqlarının birləşmə sxeması adlanır. Bu topologiyanın tərifi deməkdir. Ona görə götürəm B variantını. Burada protokol ünsiyyət dilidir. Kompüter şəbəkələrində işli stansiya və serverlərin birləşmə sxeması, daha doğrusu toplusuna deyilmiş olacaqdır, domen anlayışı.
Modem anlayışını biz biraz əvvəlki sualda da dedik ki, həm çevreci qurğudur, həm də kompüterləri qlobal şəbəkəyə qoşmaqdan ötürü istifadə olunan əsas avadanlıqlardan biridir. Marka anlayışı isə ümumiyyətlə ifadə yoxdur. Yəni adiyyatı yoxdur şəbəkə anlayışının. Aşağıdakilərdən hansı 38-ci sualda deyir, çıxış qurğusudur. Printer çıxış qurğusudur. Bəli, kağız üzərinə çap edən qurğudur. Ki elə bizdən çıxış qurğusunu istəyirdi. Scanner giriş qurğusudur. Touchpad və trackball mouse'un növləri olduğuna görə bunlar da giriş qurğusudur. Klaviatura da giriş qurğusudur. Doğru variantımız olur A variantı. 39-cu sualda bizə deyir ki, aşağıdakilərdən hansı tətbiqi proqram təminatına aiddir? Demişik, proqram təminatı üç hissədən ibarətdir. Sistem, instrumental və tətbiqi. Deməli, onda nağd instrumentalı çıxardıram və instrumentala aid olan proqramlaşdırma dilləri, proqram komplekslərində buradan çıxartmış olacaq. Servis proqram təminatı isə bu isə sistem proqram təminatına aiddir. Ona görə qalır B variantı, ekspert sistemləri, expert easy proqramları və əsasında biliklər bazası təşkil edən proqramlar tətbiqi proqram təminatına aiddir. 40-cı sualda bizə şəbəkə ilə ötürməzdən əvvəl deyir verilənlər elə kodlaşdırılır ki, informasiyanın həcmi 25% artır. Və deyir ötürmə sürəti 5 megabit saniyə olarsa, ilkin həcmi 80 megabaytlıq olan fail kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunur? Bizə burada ilkin həcm dediyinə görə, deməli 80 megabaytlıq 100%lik həcmdir ki, çünki ilkin həcm deyir. Və deyir bunu ötürməmişdən əvvəl də 25% artır. Deməli mən bunun 25% artmış həcmini tapmalıyam. Bunu da sadə qayda ilə 80-i vuraraq 125-ə, bölərik 100-ə və ifadənin qiymətini hesablayasaq 4də 1 qədər artmış olacaq. Yəni olacaqdır nə qədər? 100 megabayt ifadəsi. Bunu tapdıqdan sonra isə 25% artmış həcmi, ondan sonra sürət düsturundan istifadə edə bilərik. Yəni VT düsturundan. Biz həcm bərabərdir, sürət vurulsun zamana. İndi buradan da biz həcmi tapmışıq ki, yaddaşımız 100 megabaytdır. Sürəti verir 5 megabayt bölünsün saniyə. Yazmıram ki, zaten onsuz da arxası saniyə olacaqdır. Vurulsun T ifadəsinə. T-ni də tapmaqdan ötürü 100 megabaytı bölürəm 5 megabayta və bunlar ixtisar gedəsi olsa qalacaq 20 saniyə ifadəsi. Deməli, doğru variantımız olacaqdır E variantı. Sonrasında 41-ci sualda isə bizdən istənilir ki, aşağıdakilərdən hansı raster qrafikasının çatışmazlıqları hesablanmış olacaqdır? Təsvirlərin saxlanılması, emal edilməsi, ötürülməsi xeyli vaxt tələb edir ifadəsi, bəli, raster qrafikasının çatışmazlığıdır. Çünki həcmi böyükdür. Həcmi böyük olduğuna görə də, ona görə də emal edilməsi, ötürülməsi xeyli vaxt tələb olunur. Həcm böyükdür ifadəsini deyiriksə, deməli 2 də onun çatışmazlığı olacaq. Çünki elə bizə burada deyir ki, həcmi böyükdür. Bəli, mən adi bir misal olaraq göstərəsi olsaq, bir xətt çəkmək istəyirəmsə, bunu nöqtələr yığından ibarət olmalıyam. Yəni bu xətti də nə qədər uzadıramsa, nöqtələrin sayı da artmış olur. Onda deməli yaddaşda daha çox yer tutmuş olacaqdır. Müxtəlif rəng sxemlərinin həllini tapa bilmədiyi üçün realizm ənləri özünü doğrultmur ifadəsi vektor qrafikasının çatışmazlığına aiddir. Raster isə demişik ki, ən yaxşı emal vasitəsidir. Çünki piksellər üzərində işləmək olur və buna görə də rəng sxemləri özünü doğruldur və realizm ənələri doğrultmayan isə vektor qrafikası olur. Həmçinin deyir, təsvirlərin geniş profilli effektlərin həll variantı kifayət qədər deyil. Bu da vektor qrafikasına aiddir. Bu da onun çatışmazlığıdır. Amma 5 isə rasterin çatışmazlığıdır. Ölçünü böyüdən zaman keyfiyyət itirsə olur raster, keyfiyyət itmirsə olur vektor qrafikası. Deməli doğru variantımız olacaqdır 1, 2 və 5 ifadəsi. Sonra növbəti suallarımızdan baxırıq 42-ci suala. 42-ci sualda bizdən istənilir ki, aşağıdakilərdən hansı fikir doğrudur? SMTP elektron məktubun alınması üçün deyil, qəbul üçün istifadə olunur. Çünki buradakı bu mail və T hərfi isə transfer sözünü bildirir. Mail transfer isə göndərilməsi üçün istifadə olunur. Deməli, bir yanlışdır. HTTP-nin açılışı Hypertext Transfer Protocol, yəni hipermətnlərin ötürülməsi protokoludur. Telekonferans protokolu deyil. Ona görə 2 yanlışdır. www internet xidmətidir veb səhifələri əl yetərliyi təmin edən, bəli, doğru ifadədir ki, protokolu da elə HTTP-dir. NNTP hipermətnlərin ötürülməsi deyil. NNTP-nin açılışı Newsnet transfer protokoludur. News da burada xəbərləri bildirdiyinə görə, ona görə 4 də yanlışdır. FTP faylların ötürülməsi üçün istifadə olunur. Bəli, fayl transfer protokolu adlanır, doğru ifadədir. TLS uzaqda yerləşmiş kompüterlərin emulsiya sistemidir, bu da doğru ifadədir. Deməli, doğru variantımız olacaqdır 3, 5 və 6 ifadəsi. 43-cü sualda bizə vektor qrafikasının formatlarını istəyir. Vektor qrafikasının formatlarını istəyirsə də, deməli buradan nağdı birinci Hague formatını çıxardırıq. Çünki bu Apple şirkətinin yaratdığı bir genişləmə tipidir, amma raster qrafikasına aiddir.
Çift genişlənməsi Rasya qrafikasına aiddir. Yüksək keyfiyyətli təsvirləri yadda saxlamaq üçün istifadə olunur və burada keyfiyyət itkisi olmur. JPG isə internetdə istifadə olunan Rasya qrafikasına aid olan genişlənmə tipidir. Bunun da müxtəlif formaları var. JPEG formatı və yaxud da JPEG formatı və digər təsviri 10 dəfələrə qədər sıxlaşdıra bilən üslubdur. Deməli, onda bunları çıxası olsaq qalacaqdır. 3, 4 və 5. Doğru variantımız olacaqdır. 3, 4, 5. Sonra 44-cü sualda deyir, aşağıdakılardan hansı sistem proqram təminatına aiddir? Bayaq tətbiqini seçdik, indi sistemi seçmiş olacaq. Kompilyatorlar ilkin proqramları maşın dilinə çevirmək üçün istifadə olunan translyatorların növüdür. Demiş iki dənə növ var, interpretator və kompilyator. Və bu proqramlaşdırma dilləri ilə bağlı olduğuna görə, yəni bu tip proqramlarla bağlı olduğuna görə instrumental aiddir. Bunu çıxırıq. Mətn redaktorları və tərcümə proqramları. Bu ikisini də çıxıram. Çünki bu ikisi də tətbiqi proqram təminatına aiddir. Tətbiqi proqram paketlərinə aiddir. Müəyyən məsələlərin həlli üçün istifadə olunmuş olur. Onda yerdə qalır əməliyyat sistemləri, doğru. Utilitlər, bəli, doğru, servis aiddir. Antivirus proqramları, bəli, doğru, servis aiddir. Deməli, doğru variantımız olacaq 4, 5, 6 ifadəsi. Ən sonuncu qalan uyğunluq tipli sualımız. Uyğunluq tipli sualda da bizdən istənilir ki, daimi yaddaş, registr və əməli yaddaşa uyğun gələn variantları seçin. Deyir ki, enerjidən asılı deyil. Enerjidən asılı olmayan yaddaş daimi yaddaşdır. Yəni ROM-dur. Asılı olan isə RAM olmuş olacaq. Deməli, A variantı getdi. Proqramlar icra olunduğu müddətdə burada saxlanılır. Bəli, bu RAM-dır. Enerjidən asılı olduğuna görə və informasiyanı müvəqqəti olaraq yadda saxladığına görə, deməli B variantı uyğundur. Üçüncüyə. Ən sürətli yaddaş qurultusudur. Daxili yaddaş qurulları arasında ən sürətlisi registr yaddaşı olmuş olacaqdır. Belə gedir ki, registr cache və RAM olaraq sürətinə görə azalma ardıcıllığından deyəsi olsaq. Onda uyğun gələcək C variantı ikinciyə. Hesablama və məntiq əməliyyatlarını yerinə yetirən zaman istifadə olunur. İkilik məlumatları saxlamış olur. Bu da registr yaddaşa aiddir. Çünki prosesorun üzərində yerləşir və informasiyanı emalı prosesində iştirak eləmiş olur. Deməli, onda D-də yanlışdır. Daha doğrusu ikinciyə aiddir. Üzərində BIOS proqramlarını yadda saxlamış olur. Bu isə ROM-a aiddir. Bu da uyğun gələcək birinci. Deməli, 1A E variantı, 2 C D, 3 isə Bakı variantı olmuş olacaq. Və bununla da sınaq imtahana düşmüş sualların izahını vermiş olduq. Hər birinizə uğurlar arzulayıram.